Qarabağda yaşayan əhalinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə istinadən yaydığı məlumata görə, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən avqustun 1-nədək 38179 nəfər məcburi köçkün doğma yurdlarına qayıdıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 91746 nəfərə çatıb. İşğaldan azad olmuş ərazilərimizdə aparılan quruculuq, bərpa və tikinti işləri səbəbindən 2020-ci ildən başlayaraq bu günə qədər onlarla yeni kənd, qəsəbə, şəhərlərin salınması, məcburi köçkünlərimizin mərhələli şəkildə həmin ərazilərə köçürülməsi ilə bərabər, həmçinin həmin ərazilərdə ciddi şəkildə iş imkanları yaradır. Həmin ərazilərdə aparılan tikinti və bərpa işləri səbəbindən ölkənin müxtəlif ərazilərindən vətəndaşlar iş üçün həmin əraziləri üst tutmaqla bərabər, həmçinin yeni orta və ali təhsil müəssisələrinin açılması da tələbə və şagirdlərin, həmçinin müəllimlərin həmin ərazilərə köç etməsi ilə nəticələnmişdir. Qeyd edək ki, böyük qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi davam etdirilir.